Bormada olan müsəlmanlar, həmçinin Uyğur müsəlmanlarına qarşı olan bu bütpərəstlərin etdikləri və orada həm dinsizlərdir, yəni Çin ərazisində həm dinsizlər, həm bütpərəst inancı ümumiyyətlə müsəlmanlara qarşı, istər Hindistanda olan bəzi müsəlmanlara qarşı son illərdə baş verən, yəni belə deyək, dözümsüzlük, bizim Xocalıda, yəni Xocalıda 20 yanvarda törədilən qətliamlar, yəni bunlar hamısı, bunlar hamısı yəni bir belə deyim müsəlmanlara qarşı edilən təcavüzün nəticəsidir. Yəni son Qarabağ müharibəsindən sonra biz Allahın müvəffəqiyyəti ilə ki torpaqlarımızı azad elədik. Yəni elə o zaman Qərb dünyasının Azərbaycana qarşı olan təzyiqini biz artıq bu gün də görürük onu. Yəni bu ermənilərdən danışmışkən, hətta Səlib xaçlı yürüşlərində belə tarixdə qeyd olunur ki, ilk xaçlıların uğur qazanmasına səbəb olan yürüşdə ermənilər Səlcuqlu müsəlmanların məğlub olması üçün xəyanət etmişdi. Çünki onlara o zamandan yəni etibar olunmuşdu və ta o zamandan xəyanət edərək yəni xaçlıların uğur qazanmasına kömək etmişdilər ermənilər. Bu tarixdə mövcuddur yəni.